Sumqayıt şəhərində yerləşən 38 nömrəli Körpələr evi uşaq bağçasında qış mövsümünə hazırlıq işləri uğurla həyata keçirilib. Təhsil ocağında istilik sistemi tam şəkildə təmin olunub və uşaqların rahat, təhlükəsiz mühitdə təlim-tərbiyə almaları üçün bütün zəruri tədbirlər görülüb. Qeyd edək ki, 38 nömrəli Körpələr evi uşaq bağçasının təməli 1960-cı ildə qoyulub. Bağça hazırda 10 qrup üzrə fəaliyyət göstərir. Müəssisədə 175 uşağın təlim-tərbiyəsi ilə 16 tərbiyəçi məşğul olur. İstiliklə bağlı aparılan yoxlamalar zamanı bütün istilik batareyaları və kommunikasiya xətləri nəzarətdən keçirilib. Müvafiq prosedurlar tam icra olunub. Bu da uşaqların sağlamlığının qorunması və tədris prosesinin fasiləsiz təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Samirə Cəfərovanın rəhbərliyi altında pedaqoji fəaliyyət yüksək səviyyədə qurulub. Son illər ərzində müəssisə daha da inkişaf edib. Təlim-tərbiyə prosesində mühüm uğurlara imza atılıb. Müasir yanaşmaların tətbiqi, valideynlərlə sıx əməkdaşlıq və kollektivin peşəkarlığı bağçanın nüfuzunu daha da artırır. Bağçada uşaqların vətənpərvərlik ruhunda, milli mənəvi dəyərlər əsasında böyüməsinə xüsusi önəm verilir. Müntəzəm olaraq müxtəlif tədbirlər, bayram proqramları və maarifləndirici məşğələlər keçirilir. Körpələrin həm fiziki, həm də mənəvi inkişafı üçün kollektiv bütün imkanlardan səmərəli istifadə edir. Qeyd edək ki, 38 nömrəli Körpələr evi uşaq bağçasında təhlükəsizlik, gigiyena və tədris standartlarına daim nəzarət olunur və bu istiqamətdə işlər davamlı şəkildə həyata keçirilir. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bu gün informasiya proqramı üçün.